Salam əziz izləyicilərim. Bugündən etibarən mən Hüseynova Aytac riyaziyyat müəllimi olaraq artıq YouTube kanalında sizlərə dəstək olacağam. Müxtəlif növ riyaziyyata dair sınaq izahları, mövzu izahları, dərs izahlarını sizlərlə bölüşəcəm. Bugünkü mövzumuz natural ədədlər mövzusundan müxtəlif illərdə 9-cu sinif buraxılış imtahanına düşmüş seçmə sualların izahı olacaq. Bu videoda sadəcə ilk 10 sualın izahını verəcəm. Hadi başlayaq birinci sualımızla. Birinci sualımızda əbab 40-60 üstə gəl əkyob 40-60 ifadəsinin qiymətini tapın. Biz birinci bilirik ki, əkyob və əbab üçün 40 və 60 ədədlərini sadə vuruqlarına ayırmalıyıq. 40-ı 2-yə böldük 20, 2-yə böldük 10, 2-yə böldük 5, 5'e böldük 1. İndi 60. 60'ı 2'ye böldük 30. 2'ye böldük 15. 3'e böldük 5. 5'e böldük 1. Növbəti mərhələdə isə bu iki rəqəmin ortaq sadə vuruqlarını seçməliyik. İlk olaraq 2. Hər ikisində var. Daha sonra növbəti 2'ləri seçirik. Hər ikisində var. Daha sonra isə 5'ləri seçirik. İndi ilk olaraq əbaba baxaq. Əbab 40-60. Əbabı tapmaq üçün ilk olaraq dairələdiyimiz rəqəmləri bir-birinə vurmalıyıq. 2 vur 2 vur 5 bərabərdir 20. Bəzən şagirdlər çalışır bütün dairələdiyi rəqəmləri bir-birinə vurur, ancaq bu yanlışdır. Sadəcə bir rəqəm üzərində dairələdiyimiz rəqəmləri bir-birinə vururuq. Növbəti olaraq əkyob 40-60. Əkyobu tapmaq üçün bir rəqəmi götürüb digərində dairələmədiyimiz rəqəmi vurmalıyıq. Burada 40'ı götürüb 3'ə də vura bilərik və yaxud da 60'ı vurub 2'yə də tapa bilərik. Nəticə etibarilə eyni cavab alınacaq. Mən 60'ı vurum 2'yə bərabərdir 120. Bizdən bu ifadələrin cəmini istəyir. 120 üstə gəl 20 bərabərdir 140. Doğru cavab oldu 140. İndi keçək növbəti suala. İkinci sualımızda. Ədədi 15'ə böldükdə natamam qismətdə 4, qalıqda isə 3 alınır. Bu ədədi tapın. Ədədimiz naməlum bir ədəddir. Bir x ədədidir. Deyir ki, onu 15'ə böldükdə natamam qismətdə 4, qalığımızda isə 3 alınır. Bu ədədi soruşur. Biz bilirik ki, bölünəni tapmaq üçün bölənin natamam qismətə vurub üzərinə qalığı gəlməliyik. Ona görə x bərabərdir 15 vur 4 üstə gəl 3. Cavab elədi 63. Yoxlasaq həqiqətən də görərik ki, 63-ü 15'ə böldükdə natamam qismətdə 4, qalıqda isə 3 alınır. Keçək 3-cü suala. 3-cü sualda bizə deyir ki, n daxildə n olarsa, yəni bu o deməkdir ki, n natural ədəd olarsa, n üstə gəl 15 parçasında neçə tək ədəd var? Bunun ən sadə yolu n-ə rəqəm verməklə də tapa bilərik. Mən n-ə deyirəm 1. n 1 olarsa, parçamız hansı hala düşür? 1, 16 parçası. İndi baxaq görək 1, 16 parçasında neçə tək ədəd var? 1, 3, 5, 7, 9, 11, 13 və 15. Deməli 1, 16 parçasında 8 tək ədədimiz var. Cavab 8. Keçək növbəti sualımıza. 4-cü sualda. Əbab 32, 13 vur, əkyob 32, 13 ifadəsinin 5'ə bölünməsindən alınan qalığı tapın. Burada biz 32 və 13'ü sadə vuruqlara tapıb ayıra da bilərik. Ancaq bizim natural ədədlər mövzumuzda ən vacib düsturumuz var. Əkyob AB vur əbab AB bərabərdir A vur B-yə. Yəni, eyni rəqəmlərin əkyob və əbabların hasili onların elə öz hasillərinə bərabərdir. Üzr istəyirəm, burada əbab yazmalıydım. Yəni, indi 32 və 13'ün əkyob və əbabların hasilini tapmaq üçün elə 32-ni 13'ə vururam.
32-ni də 13-ə vuraq. Cavab elədi 416. 416-nın 5-ə bölünməsindən alınan qalığı tapmaq üçün biz bilirik ki, sonu 0 və 5 ilə olan ədədlər 5-ə tam bölünür. Deməli 415 5-ə tam bölünür və orada bizim qalığımız 1 qalacaqdır. Növbəti sual 5-ci sualına davam edək. 5-ci sualda 15 ədədinin natural bölənlərinin cəmini soruşur. Bəzi şagirdlər çaşır bu sualda natural bölənlərinin sayını hesablayır, ancaq bu səhvdir. Bu sualda natural bölənlərinin cəmini soruşur. Yəni 15 ədədi hansı ədədlərə bölünür? 1-ə, 3-ə, 5-ə və 15-ə. Bizdən də bunların cəmini soruşur. Topladıqda da cavab eləyir 24. Keçək 6-cı suala. 6-cı sualımızda y ədədini 5-ə böldükdə qalıqda 2 alınır. Y kvadratı üstəgəl 3y üstəgəl 9 ədədinin 5-ə bölünməsindən alınan qalığı tapın. Deməli, y hər hansı bir ədəddir. Bunu 5-ə böldükdə qalıqda 2 alınır. Bizdən isə y kvadratı üstəgəl 3y üstəgəl 9 ifadəsinin 5-ə bölünməsindən alınan qalığı soruşur. Ən rahat yolu yenə y-ə rəqəm verməliyik. Ən kiçik y-ə neçə deyə bilərik ki, 5-ə böləndə qalıqda 7 alınsın. Təbii ki, 7 deyərəm. 7-ni 5-ə böləndə 1, qalıqda da 2 alınır. Deməli, y-ə 7 dedim. İndi y-i gətirib bu ifadədə yerinə qoyuram. 7-nin kvadratı 49, üstəgəl 3 vur 7, 21, üstəgəl 9. Cavab eləyir 79. İndi biz 79 ədədinin 5-ə bölünməsindən alınan qalığı hesablamalıyıq. Yenə bayaq dediyim kimi 5-ə bölünmə əlamətimiz necə idi? Sonu 0 və 5 ilə bütün ədədlər 5-ə qalıqsız şəkildə bölünürdü. 79-dan əvvəl 75 qalıqsız bölünür. Deməli, orada bizim qalığımız olur 4. Yəni 79-dan 75-ə çıxdıqda cavab 4. 7-ci suala davam edək. 7-ci sualda bizə bir ifadə verib. İfadəni yazaq. Aha. İlk öncə bölmədə adi kəsirləri bölərkən nə edirdik? Birinci kəsir olduğu kimi qalır. Birinci kəsirimiz olduğu kimi yazırıq. İkinci kəsir isə onun tərsinə vurulurdu. Burada BB olmalıdır. Üzr istəyirəm. Burada BB-dir. Aha. BB-lər ixtisar gedəcək. Və yerdə bu ifadə qalır. A-lar qalır. Bəzən şagirdlər bu A-ları ikisini ixtisar edir. Elə bir şey olmaz. Çünki bu A-ların üzərində xətt olmağı onun hər hansı bir ədəd olmağını bildirir. A-ya rəqəm qoyub da hesablaya bilərik. Gəlin, ən yaxşısı da rəqəm qoyaq. Sizin üçün də rahat olsun. A-ya mən 1 deyirəm. Və bunu bölüm. Cavabımız oldu 10.101. 8-ci sual. Əbob n20 bərabərdir 20 olarsa, n-in ala biləcəyi rəqəmlərin sayını, qiymətlərin sayını tapın. 8-ci sualda. Əgər əbob n20 bərabərdir 20 alınıbsa, nə zaman əbob rəqəmlərdən birinə bərabər olurdu? Əgər ədədlərdən biri digərini böləni olardısa, böyük ədəd əbob olurdu. Onda deməli, n ala biləcəyi qiymətlər 20-nin bölənləri olacaq. 20-nin bölənləri hansılardır? 1, 2, 4, 5, 10 və 20. Cəmi neçə dənə rəqəm oldu? 6 dənə. 9-cu sual.
N-in neçə natural qiymətində n kvadratı çıx 5 böl n çıx 2 kəsirinin qiyməti natural ədəd olar. Şimdi baxaq. 9-cu sualda. N kvadratı çıx 5 böl n çıx 2 kəsirinin natural ədəd olmasını istəyir. Bunun üçün mən n kvadratı çıx 5 ifadəsini parçalamalıyam ki, n çıx 2 orada bölünən bir rəqam alınmalıdır. Mən də n kvadratı çıx 4 çıx 1 şəklində yazdım 5-i. Bölünsün n çıx 2. Sonra bu kəsiri parçalayıram. N kvadratı çıx 4 böl n çıx 2 çıx 1 bölünsün n çıx 2. Yenə bunları çıxanda bu ifadə alınacaq. Mən sadəcə olaraq bu kəsirləri parçaladım. İndi burada n kvadratı çıx 4 nə deməkdir? N çıx 2 vur n plus 2 böl n çıx 2 çıx 1 bölünsün n çıx 2. Aha. Mən bu ifadədən görürəm ki, bu ifadə n çıx 2-yə bölünür. Bunlar ixtisar gedəcək, cavabımız n plus 2 alınacaq. Deməli, mənim işim bu ifadə ilə olmalıdır. 1 bölünsün n çıx 2-nin bir tam ədəd alınması üçün məxrəcimiz neçə alınmalıdır? 1-in sadəcə bölündüyü rəqəm 1-in elə özüdür. Deməli, 1 bölünsün n çıx 2 ifadəsinin tam ədəd olması üçün n çıx 2 ifadəsi elə 1-ə bərabər olmalıdır. N də bərabər olur 3-ə. Amma bizdən n-in qiymətlərinin sayını soruşur. N-in sadəcə 1 qiymətində bu ifadə natural ədəd oldu. Keçdik 10-cu suala. 10-cu sualda əköb 40, 80, 32 hesablayın. Hesablayaq. Əköb 40, 80 və 32. Hər üçünün sadə vuruqlarını ayırmalıyam ilk öncə. 40, 80 və 32. 40-ı 2-yə böldüm. 2-yə böldüm 10. 2-yə böldüm 5 və 5-ə böldüm 1. Daha sonra 80-i sadə vuruqlara ayıraq. Son olaraq 32-ni ayırdıqda aha, indi hər üçündə eyni olan vuruqları dairəyə alırıq. 2-lər hər üçündə də var. Növbəti 2 hər üçündə də var. Növbəti 2 hər üçündə də var. Aha. Burada eyni ortaq 2-lər qalıb. Amma mən dairələyə bilmərəm. Çünki mən bayaq da dedim ki, dairələyə bilməyimiz üçün şərt odur ki, ortaq vuruq hər üçündə də olmalıdır. Aha. Əköbü tapmaq üçün nə edirik? Baxıram ki, burada 40-dan 80. 40 80-in bölənidir. Biz də demişik ki, 2 ədədin əköbunda biri digərinin böləni olarsa, böyük ədəd əköb olur. Deməli, bu 2 ədədin əköbü 80-dir. Ona görə 40-ı kənara qoyub, biz 80-lə 32 ilə işləyəcəyik. 80-lə 32-nin əköbünü tapırıq. Aha, 80-lə 32-nin əköbündə dairələmədiyimiz 2-lər qaldı. Artıq buna baxmırıq. 80-lə 32-yə baxırıq. Əköbünü tapanda nə edirdik? Bir ədədi götürürdük. Digərini dairələmədiyimiz ədədə vururduq. 32-ni vururam 5-ə. Cavab oldu 160. Belə. Növbəti videolarda görüşənədək inanıram ki, video izahını bəyəndiniz. Şərhlərdə bəyənməyi və qeyd etməyi unutmayın.